Xəstəmiz 0 spermatozoidlə geniş yayılmış bir problemdir, düzdür doktor? Bu geniş yayılmamışdan qabaq, yəni çox ağır bir problemdir. Yəni sıfırların fərqi var. Anadan gəlmə sperma sıfır olması var. Sonradan qazanmış surətdə yəni yaranmış sıfır olması var. Və eyni zamanda bəzi vaxt görürsən anadan gəlmiş olsa belə hormonların səviyyəsi qaydasındadır, xəyanın ölçüsü qaydasındadır və həmin xəstəyə baxırsan və tutaq ki, bizim xəstəmizdə, əlbəttə indi atomiyasını göstərmiş xəstənin sperma sıfırdır. Amma burada bir fərq var. Hormonlar qaydasındadır, normaldır. Eyni zamanda ultrasəs müayinəsində biz baxmışıq, xəyanın ölçüsü normaldır. Bunlar pürüzlərdir, tamam. Bəli, amma bu pürüzün bizə xeyrinə olur. Amma burada iltihab prosesi, yəni görüşü var. Eyni zamanda bu xəstədə mən düşünürəm ki, anadan gəlmə toxum çıxaran yolların olmaması. Bu anadan gəlmə üsuludur. Bəli, ola bilsin ki, bu anadan gəlmə nə üsuldur? Yəni, xayada toxum istehsal olunur, amma onu toxum çıxaran yolların olmaması var burada. Burada bizim indi fərqli cəhətimiz nə olacaq? Tutaq bu xəstə hətta süni müayinəmə getsə belə, bunun xayasından sperma götürmək mümkün olacaq. Yəni, bunun öz evladı dünyaya gələcək. Bu, çox ciddi məsələdir. Bax, buna siz belə baxmayın. Biri var, donor spermasına süni müayinəmə getmək, bir də var ki, insanın öz bədənindən, özünün toxumasından süni müayinəmə getmək. Bunların fərqli cəhətləri çox. Çünki burada əvvəl insan lap hansısa bir təsiratla razı olsa ki, donor spermasına süni müayinəmə getsin, sonra da onun üçün o gələcəkdə çox böyük mənəvi sıxıntılar verir. Psixoloji təsir olacaq. Psixoloji təsir edən o insan yəni doğrudan da müəyyən qədər öz evladına qarşı müəyyən bir soyuqluq hiss edir özündə. Spermanın yaranmasına 75-90 gün vaxt lazımdır. Yəni ona görə 3 ay biz müalicəni aparırıq. Və bu müddət ərzində doğrudan rəlləş əldə etsək, görsək ki, yəni doğrudan da bu yol. Çünki yəni yolun tutulması bəzi vaxt infeksiyanın təsirindən də yarana bilər. Yəni yolda iltihab prosesi yaranar və çapılaşma verə bilər, bu tutulma verə bilər. Amma bir də var ki, yol anadan gəlməli yoxdursa, artıq bunun yəni təbii olan uşağa atılmaq ehtimalı yoxdur.